Xoş gördük əziz tamaşaçılar. Sizi Gənclər üçün Təhsil Mərkəzinin yeni layihəsi olan GTM TV-nin təqdimatında GTM xəbərlərində xoş gördük. Bildiyiniz kimi Gənclər üçün Təhsil Mərkəzi artıq fəaliyyətinin 10-cu ilini başa vurmaq üzrədir. Bugünə qədər mərkəzin fəaliyyəti daima mətbuatda işıqlandırılmış və ictimaiyyətə geniş məlumatlar verilmişdir. Mərkəzin hər ay güclənməkdə olan PR strategiyasına uyğun olaraq artıq sizlərin görüşünüzə biz YouTube multimedia kanalında gəlməyə qərar verdik. Bundan sonra mərkəz öz yeniliklərini və məlumatlarını həftəlik olaraq bu studiyadan sizlərə çatdıracaq. İndi isə həftəlik xəbərlərimizə başlayaq. Mərkəzin Açıq Cəmiyyət İnstitutu Yardım Fondu Budapeşt ofisinin maliyyə dəstəyi ilə artıq ikinci mərhələsini icra etdiyi Şagird İnkişaf Komitəsi layihəsi çərçivəsində ötən həftə ərzində bir sıra yeniliklər oldu. Belə ki, komitənin yerləşdiyi Qayıdış qəsəbəsindəki 8 məktəb arasında intellektual yarış və Mən məktəbimi necə görmək istəyirəm adlı inşa müsabiqəsi keçirildi. Oktyabr ayının 22-sində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Komitə ötən həftə də məktəblər üçün təlim, açıq qapı günü, məsləhət saatları, asudə vaxt mərkəzi proqramlarını da davam etdirmişdir. Ötən həftə Gənclər üçün Təhsil Mərkəzinin İnsan Resurslarının rəhbəri Rasim Ağayev Türkiyənin Fəthiyə şəhərində Qafqazda təhsil üzrə əməkdaşlıq beynəlxalq konfransında iştirak edib. Soros Fondunun təhsilə dəstək proqramının maliyyə dəstəyi ilə keçirilən konfransın əsas məqsədi Qafqaz regionunda təhsil sahəsində QHT əməkdaşlığını gücləndirmək, birgə layihələr həyata keçirmək və vahid modellər təklif etməkdir. Qeyd edək ki, konfransda növbəti illər üzrə birgə əməkdaşlıq imkanları müzakirə edilib və konkret konsepsiyalar hazırlanıb. Məlumat üçün bildirək ki, regional və beynəlxalq təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli imkanlar yaradan bu konfrans artıq Avstriya və Ukraynada da keçirilib. Bir müddət əvvəl icrasına start verilmiş Tanıyaq Tanıdaq proqramı çərçivəsində də bir sıra yeniliklər baş verib. Belə ki, ölkəmizdə keçirilən Beynəlxalq Caz Festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mərkəz əcnəbi tələbələrin iştirakını təmin edib. Həmçinin Bakının bir sıra tarixi mədəni obyektlərinə 30-dan artıq əcnəbi tələbənin səfərləri təşkil olunub. Qeyd edək ki, yeni icrasına başlanılmış və əsas məqsədi ölkəmizin mədəni irsinin, o cümlədən tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, milli adət və ənənələrinin, milli mətbəxinin, milli kinolarının, xalq yaradıcılığının, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılmasını təmin etməkdir. Qeyd edək ki, Tanıyaq Tanıdaq proqramı 2 il davam edəcək. 24 oktyabr dünyada BMT günü kimi qeyd edilir. Bu münasibətlə ötən həftədən Gənclər üçün Təhsil Mərkəzi 65 il sizin xidmətinizdə adlı maarifləndirici həftəliyin keçirilməsinə start verdi. 18-24 oktyabr tarixində keçiriləcək həftəliyin əsas məqsədi dünyada sülhün və təhlükəsizliyin qorunmasına çalışan, insanların sosial rifahının inkişafına xidmət edən Birləşmiş Millətlər Təşkilatı və onun fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Mərkəz həftəlik çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Füzulidə gənclər üçün maarifləndirici aksiyalar keçirəcək. İctimaiyyət nümayəndələri 65 yaşlı BMT və onun fəaliyyəti haqqında məlumatlandırılacaqlar. Həftəlik mərkəzin qeyd edilən regionlardakı nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, mərkəz BMT-nin rəsmən elan etdiyi günləri ölkəmizdə hər il təşviq edir. 2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılan və artıq brendə çevrilmiş QHT məktəbi ötən həftə özünün qış təlimlərinə qəbul elan edib. QHT nümayəndələrinin iş təcrübəsini inkişaf etdirmək, bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməyi nəzərdə tutan məktəbə yaşı 16-dan yuxarı olan hər bir şəxs müraciət edə bilər. Qeyd edək ki, məktəbdə əsasən QHT fəlsəfəsi, QHT-nin yaradılması və qeydiyyatı, QHT idarə etməsi və strukturunun inkişafı, QHT-də ictimaiyyətlə əlaqələrin qurulması, QHT-də beynəlxalq əlaqələrin qurulması, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarə etməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və sair mövzuları tədris edəcək. Təlimlərdə iştirak etmək istəyənlər mərkəzin Bakı ofisinə 434 22 03 nömrəli telefonla əlaqə saxlayaraq geniş məlumat əldə edə bilərlər.
Ötən həftə mərkəzdə daha bir məhsuldar görüş keçirilib. Belə ki, Bakıda səfərdə olan Qazaxıstanın aktiv gənclər təşkilatı olan Gənclərin İnformasiya Xidmətinin rəhbəri Yelena Şvetsova ilə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Elnur Axundov arasında görüş keçirilib. İkitərəfli əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə həsr olunmuş görüşdə tərəflər təmsil etdikləri təşkilatlar haqqında bir-birlərini geniş məlumatlandırmış, real vəziyyəti təhlil etmişlər. Tərəflər əməkdaşlıq üçün real bir neçə təklifi dəyərləndirmiş və qərarlar qəbul etmişlər. Elnur Axundovun təklifi ilə tərəflərin daha yaxından tanışdığı məqsədi ilə qısa müddət ərzində Qazaxıstanda görüşməsi qərarı alınıb. Bu həftəlik xəbərlərimiz bu qədər. Gələn görüşlərədək bizimlə olun.